Deyib bir gün xaric olurdum mən. Bir dənə ranəndə dayandı qabağımda, dedi Hacı qəsri, dedim bəli. Dedi səni qəsəm veriyəm o oxuduğun rozələrə, İmam Hüseynə bu gecə məndən dolan. Dedim eybi yoxdur. Məni bir neçə heyyətləri dolandırdı, çıxartdım buna məbləği pul verdim. Dedi Hacı ağa, mən əz nəzəri mali dünyəvi müstəqniyəm, bu pula da ehtiyacım yoxdur. Mən bir mühəndisəm. Dedim xub bə məni nə üçün dolandırırsan? Dedi mən bir dənə Erməniyəm. Dedim məni nə üçün dolandırırsan? Dedi səni mən bir eşq-i Əbəlfəz dolandırırım. Erməniydim amma tazə şiə olmuşam, tazə müsəlman olmuşam. Dedim bəli, dedi bəli mən Erməniydim amma tazə şiə olmuşam. Dedim getmərəm məclisə, oturacağım burada, gərək mənə deyəsən qəziyyə nədir? Dedi Hacı, dedim bəli. Dedi Hacı, mənim Allah görsətməsin heç dədənəliyəm. Oğlan uşaq ola, qız uşaq ola. Bir dənə xanəvadədə oğul fələc olsa, dədə öz-özünə deyər ki, eybi yoxdur day, qismət bu idi. Amma qız uşağı fələc olsa, həm dədə xəlvətdə ağlar, həm nənə xəlvətdə ağlar. Allah oğlan deyir, qız əyalıdır. Neyniyim mən, nə cür dolanım, kimə dərdimi deyir? Deyir, tamam mücərrəb doktorları dolandım, nəticə ala bilmədim. Gəldim mən özümdə bu İranda olan maşına səvar oldum, xanımla gedirəm. Qəydəndə görübsünüz da Aşura günü, Tasua günü dəstə çıxır xiyabana. Zəncir vuran kim, sinə vuran kim. Gördüm bunlar zəncir vura səslənirlər əya Babəl Həvaic. Elə ki bu Babəl Həvaicin adı gələndə bir ləhsə baxdım, gördüm xanımın belə yana ağlır. Dedim xanım, sən niyə belə ağlısan? Dedi vallahi bilməyəm, bu Əbəlfəzin adında nə var? Onlar Əbəlfəzi çağıranda elə bil mənim qəlbimi sıxırlar, ürəyimi sıxırlar. Dedim necə? Dedi nə olar? İcazə ver qoy gedim bu Əbəlfəzə də mən dərdimi deyim. Dedim xanım bizim balamız düzəlməz. Hər yana aparmışıq, cavab alanmamışıq. Dedi bu icazəni mənə ver. Dedim eybi yox, get. Amma əli boş qayıdacaqsan. Dedi məmnunəm səndən. Gəldi o xanımların birindən çadır şəbi aldı. Dedi xanım o çadırı ver mənə, İstəyirəm gedəm o dəstənin vəsətinə. Görübsünüz uşaq nə cür iməhlər, iməhliyə gəlir dəstənin vəsətinə. Elə ki dəstənin vəsətinə yetişən yapışıyor Rozəxandan. Dedi ağa, dedi bəli. Dedi ağa, denən o Əbəlfəzdə bir dənə Erməni gəlib qapıva, balası fələcdir. Əbəlfəz, sən mənim fələc balamın şəfasını ver, mən də bu qolu verirəm, dönüm müsəlman ollam. Deyir, öz-özünə ağlayır. Gəldi, yapışdı əsəbaniyyətlə xanımın əlindən. Xanım, məni rüsva eləmə, bizim balamız düzəlməz. Niyə bu şiələrin bərabərində məni sərafkəndə elədin? Durdu ayağa, gəlir, evə vardı, özü də ağlaya səslənib Əbəlfəz. Fələcimin şəfasını ver, mən də bu qolu verirəm, dönüm müsəlman ollam. Elə ki varid oldu evə ağsaqqəllərimiz, evə daxil olanda gördü bu fələc qız durub ayağa danışır. Dedi ay bala, dedi baba sizə kim dedi gələsiz? Mənim bir əzizə qonağım var idi, siz gəldiniz o getdi. Dedim bala kimi diyor? Dedi mən bilməyəm, bir balaca balaydı. Dedim kimsən? Dedi ürəyimə dolmuş zamanənin acısı, adım Rüqəyyədir, Şəhzadə Əkbərin bacısı. Dedim bura nə üçün gəlibsən? Dedi nənən gəlmişdi əmum Əbəlfəzin qapısına, mənə əmum Əbəlfəz yolladı sənin şəfa verəm. Amma nənüvə denən Əbəlfəz deyir mən qoluma əməl elədim, siz də qolunuza əməl eləyin, müsəlman olun. Gördü elə səslənirlər əşhədü la ilahə illallah. Əbəlfəz evinə apar, bir dənə Erməni ya nəticə alan. İndi bura cəm olanlar hamısı o pak südəmən Şia balası, Şia İmam Rızanı çağıran, Əbəlfəzi çağıran,
Pəs bugün Peyğəmbərin tərəfindən, İmam Həsənin tərəfindən sən də bu Hüseyin ibn Əlini bücür de, qoy o xiyabandan gedənlər də desinlər Zeynəbin divanələridir cəm olub bura. Bu eşq hər kəsdə olmaz. Eşq insaniyyətin hamımız əzbərsiz. Eşq insaniyyətin bərcəstə istedadidir. Eşqi örgəşmək çətindir. Eşq madərzadidir. Ey bəşər, Fərhad şiirin eşqinə allanmasan. Eşq əgər Leyla və Məcnunda, o eşqə yanmasan. İstəsən eşqin yolun Məcnun kimi olsun dəli. Dünyada bir eşq var, eşq Hüseyin ibn